Hər vaxtınız xeyir olsun. Bildiyiniz kimi lukum qırılmışdı və əlbəttə ki, onun yenisini əvəz eləmək lazımdır. Bunu da dəyişərkən elə qərara gəldi ki, bütün luklarımızı dəyişək və lukları almışam. İnşallah onları özüm dəyişəcəm və dəyişik prosesini də çəkib sizə göstərəcəm. Yani luku çıxardıqdan sonra ikinci işimiz bu dirmeçklərin hamısını çıxartmaq, burayı yaxsızlaşdırmaq və yeni luku oturtmaqdır. Lukun çərçivəsini dirmeçklə təmizlədik və yaxsızlaşdırdıq rastvarıcıyla və indi başlayacaq luku montaj etməyə. Lukumuz buradadır, ləvazimatlarımız buradadır. İndi dirmeçki sürtəcəyik ındırağından və montaj edəcəyik. Deməli, lukumuz hazırdır. Son mərhələsi qalıb. Onun ramkasını taxmaq yerinə. İlk növbədə bu kliksləri montaj edəcəyik. Burada hərəsinin öz yeri var. Bura. Ondan sonra da uğraşdıracaq yuxarıya. Axır son mərhələni göstərəcəm. Burada belə sklanyak bir hissəsi var. Yarıqsat yaxında, bir də tam bağı var. 3 tane lukumuzun üçünü də dəyişdik. Xeyirli olsun. Əsas kulminasiya momenti. Təptəzə lukumuz. Xeyirli olsun.